Господь Иисус, мы перед Тобою сейчас. Rəbb, biz sənin huzurundayıq И мы просим, благослови, пожалуйста, сегодняшний вечер. və biz xahiş edirik ki, bu axşama xeyir-dua verəsən. Благослови, пожалуйста, этот урок. Bu dərsə xeyir-dua verəsən. И поговори с нами через книгу Деяний Духом Ve Твоим bu- Святым. Həvarilərin işləri kitabı vasitəsilə bizə öz müqəddəs ruhunla danış. Во имя Иисуса Христа. Аминь. İsa Məsihin adı ilə amin. Сегодня у нас 21 глава. Bugün 21-ci fəsili araşdıracağıq. Но до 21 главы несколько вещей я скажу по 20 главы быстро, и потом мы перейдем на 21 Amma главу. 21-ci fəsildən əvvəl istəyərdim bir neçə məqama 20-ci fəsildən toxunum və ondan sonra davam eləyək 21-ci ilə. В 6 стихе 20 главы, когда апостол Павел совершает свое путешествие миссионерское, написано, что они пребывают, давайте прочтем 6 стих. «Мы после дней опресночных отплыли из Филипп, и дней в 5 прибыли к ним в Троаду, где пробыли с ними 7 дней». Gəlin 20-ci fəslin 6-cı bəndini oxuyaq. Biz də mayasız çörək bayramından sonra Filipdən dəniz yolu ilə 5 günə Troasa gələrək onlarla görüşdük. Orada 7 gün qaldıq. И в 7 стихе написано, что в первый же день недели ученики собрались для преломления хлеба. Və 7-ci bənddə yazılıb ki, həftənin ilk günündə çörək bölmək üçün bir yerə yığıldığımız zaman Paul cəmaatla söhbət edirdi. И написано в конце 7 стиха, что Павел продолжил слово до полуночи. Və 7-ci bəndin sonunda yazılıb ki, axşama qədər davam elədi öz sözünü Pavel. Теперь первый день недели это был не понедельник, это воскресенье. Yəni həftənin ilk günü bazar günü sayılırdı. А Yəni Basi- bazar ertəsi sayılmırdı, bazar günü sayılırdı. Последним днем недели была суббота или шаббат. Və həftənin axırıncı günü şənbə günü idi, şabat. И церковь, она собиралась по воскресеньям, или же в первый день недели, потому что Христос воскрес в воскресенье. Və kilsə birinci günü, yəni bazar ertəsi yığılırdı. Çünki həmən günü Məsih dirilib. Иначе говоря, это был рабочий день. Yəni başqa cür desə iş günü idi bu, iş günü И yığılırdı. тогда работа у некоторых людей, она была по 6 часов, у некоторых была 12 часов в сутки. Və elə insanlar var idi ki, onların işləri sadəcə 6 saat davam edirdi. Elələri də var idi ki, 12 saat işləyirdilər. Что, возможно, они собирались на весь день, с самого утра и до самого вечера. Ola bilər ki, onlar bütün günü yığışırdılar. Toplantı bütün günü davam edirdi, səhərdən axşama qədər. И некоторые не могли прийти утром, но они приходили к вечеру на собрание Və bəziləri səhər gələ bilmirdilər, amma axşam gəlirdilər после работы. işdən sonra. И здесь написано, они сидели до полуночи. Və burada yazılıb ki, axşama qədər otururdular orada, yəni Aa. gecəyə qədər. То есть у них не было регламентировано время собраний 40 минут, 1,5 часа, 2 часа. Yəni onların təyin olunmuş vaxtı yox idi ki, saat 12-dən 1-ə qədər, yəni 2 saat. Но на самом деле мы видим вот эту свободу в их собрании, когда Павел и другие проповедники или же пресвитеры, они могли делиться тем, что у них есть для наставления церкви. Əslində biz bu azadlığı görürük ki, oradakı Pavel və başqa həvarilər bölüşürdülər kəlamdan. Но даже еще более этого, если мы прочтем 11 стих, то в конце 11 стиха 20 главы говорится, они беседовали до рассвета. Biz hətta 11-ci bəndi oxusaq, 11-ci bəndin sonunda yazılır ki, gün doğana qədər onlar üz-uzadı söhbət aparırdılar. Представьте, если мы приходим на собрание, и мы регламентированы временем, но у них было просто вот постоянное переливающееся общение. Там были песни, там было очень много слова, там было обучение, там были молитвы. Təsəvvür eləyin ki, biz yəni təyin olunmuş vaxta gəlirik. Onlar üçün isə elə deyildi. Onlar yəni axşama qədər otura bildilər, orada dua edirdilər, nəğmələr oxuyurdular, kəlamı araşdırırdılar. Но, конечно, в данном отрывке более всего Павел беседовал, то есть он учил, он постоянно учил.
Amma bu в основном parçada учил. əsasən Həvari Pavel öyrədirdi, yəni öz şagirdlərinə. Теперь еще один стих, на который я хочу обратить ваше внимание, это 20 стих этой главы. В конце стиха написано, когда Павел встречается с пресвитерами ефесскими, здесь написано, я прочту весь стих, «Я не пропустил ничего полезного, о чем бы вам не проповедовал бы и чему не учил бы вас всенародно и по домам». Ya burada ən məşhur parça 20-ci parçada 20-ci bənddir. Orada Pavel deyir ki, elə olan hər şeyi sizə bəyan edərək istər açıq, istərsə də evdən evə gəzib dolaşaraq təlim verməkdən çəkinmədim. Итак, когда мы видим это выражение «по домам», это означает, что были также и домашние церкви тогда. Biz evdən evə dolaşaraq sözündən artıq anlayırıq ki, ev kilsələri də var idi o И что vaxt. означает домашние церкви? Это означает, что верующие встречались в разных домах у других верующих, проводили собрания. Və bu ev toplantıları o anlama gəlir ki, imanlılar başqa imanların evlərində yığışırdılar, orada toplantı keçirirdilər. Опять же, у них не было централизованного пока места встречи. В некоторых местах это было, но в других нет. Yəni yenə də biz görürük ki, mərkəzləşdirilmiş bir yer yox idi ki, orada məhz görüşmək lazımdır. Yəni bəzi kilsələrdə var idi, amma bəzilərində yox idi. Еще одна вещь, на которую я хочу обратить ваше внимание, это 23-24 стихи. Здесь говорится, что Павел говорит, что Святой Дух везде свидетельствует о том, что его ждут узы и скорбь. 20 глава, 23-24 стих. Və bir şeyə də 23. diqqəti cəmləşdirmək istəyərdim ki, 23-cü bənddə necə yazılıb ki, müqəddəs ruh hər şəhərdə xəbərdarlıq edir ki, məni zəncirlər və əziyyətlər gözləyir. Теперь, пока Павел шел, было от верующих, они были движимы Святым Духом, чтобы сказать: Павел, ты знаешь, ты идешь в Иерусалим, но в Иерусалиме тебя ждут скорби. Yəni Pavel gedərkən ona hələ bil ki, deyilirdi ki, yəni Pavel sən Yerusalimə gedirsən, amma orada səni əziyyətlər gözləyir, əzablar gözləyir. И здесь говорится, в 22 стихе, Павел говорит: я иду в Иерусалим. Amma 22-ci bənddə Pavel deyir ki, mən Yerusalimə gedirəm. Я не знаю, что там точно произойдет, но его Бог ввел в Иерусалим. Və o deyir ki, mən bilmirəm nə baş verəcək dəqiq, amma o yenə də gedirdi Yerusalimə. Но вот этот стих, один из самых невероятных в Слове Божьем, 24 стих, он говорит: «И я ни на что не взираю, и я не дорожу своей жизнью, только бы с радостью совершить поприще мое и служение, которое я принял от Господа Иисуса, проповедовать Евангелие благодати Божией». Amma 24-cü bənd çox gözəl bənddir və bəlkə də ən vacib bənddir. Gəlin onu oxuyaq. Öz canıma, Pavel deyir, heç əhəmiyyət vermirəm, onu qiymətləndirmirəm. Mənə kifayətdir ki, yolumu, Rəbb İsa'nı mənə tapşırdığı kimi Allahın lütfünü göstərən müjdəni şəhadətimdə xidmətimi başa çatdırım. Это замечательное убеждение для жизни. Почему мы здесь, все еще до сих пор мы здесь, в этом мире, чтобы проповедовать, чтобы вещать об Иисусе Христе. Bu çox gözəl həyat əqidəsidir ki, insan anlayır ki, nəyə görə o yaşayır. Yəni o yaşayır çünki müjdəni bəyan eləmək üçün, İsa Məsihin adını ucaltmaq üçün. И обязательно Евангелие благодати. Другого Евангелия нет. Если есть Евангелие, оно есть. Это должно быть Евангелие благодати. Və həmçində vacib məqam odur ki, lütf müjdəsini yayır. Yəni başqa müjdə ümumiyyətlə yoxdur. Əgər müjdə varsa o lütf haqqındadır. Еще важный стих, это 27 стих. Здесь написано: «Ибо я не упускал возвещать вам всю волю Божию». Və 27-ci bənd də çox gözəldir. Burada yazılıb ki, çünki mən çəkinmədim Allahın bütün iradəsini sizə çatdırım. Теперь обратите внимание на слово «всю волю Божию». Və diqqətimizi bu sözə cəmləyin, yəni Allahın bütün iradəsini. Или же весь совет Божий. Yəni bütün onun Совет Божий. bəli, məsləhətini. Вот почему мы учим тому, чтобы Слово Божье преподавалось для всех аспектов жизни. Ona görə də biz öyrədirik ki, Tanrının kəlamı həyatın bütün aspektlarında vəz olunsun. Что Бог думает об этом, что Бог думает о том, что Библия говорит об этом, что Библия говорит о другом. Yəni Tanrı bu haqqda nə deyir, o haqqda nə deyir, Bibliya bu haqqda nə deyir, ya da başqa şey haqqda nə deyir. У пастора Стивенса есть один буклет, называется One Dimensional Christianity, то есть христианство одного измерения. Və pastor Stevens'ın bir bukleti var, onun da adı
one dimension. Да-да, христианство одного измерения, one dimension Bir Christianity. bir istiqamətin məsihçiliyi. Христианство одного измерения. И в этом буклете он говорит о том, как церковь может преподавать только что-то одно и не учитывать остальные важные доктрины Слова Божьего. Və burada o deyir ki, kilsə sadəcə bir şey öyrədə bilər və başqa şeyləri nəzərdən keçirməyə bilər. Итак, поэтому очень важно преподавать абсолютно все, весь Совет Божий. Ona görə də çox vacibdir ki, bütün Tanrının iradəsini vəz eləmək. Теперь давайте перейдем на 21 главу. Gəlin 21-ci fəslə keçək artıq. Теперь в 21 главе заканчивается третье миссионерское путешествие апостола Павла. 21-ci fəsildə Pavelin 3-cü missiya səyahəti bitir. Но не заканчивается его возвращением его и его соратников в его поместную церковь в Антиохии. Amma o səyahət onun Antioxiyaya, yəni öz yerli kilsəsinə qayıtmaqla bitmir. Оно заканчивается, когда он доходит до Иерусалима. O onun Yerusəlimə çatdığı məqamda bitir. Итак, в 21 главе, в 1 стихе, когда его путешествие продолжается, написано, что он доходит до Коса, потом они прибывают в Родос, и оттуда они прибывают в Патару. Və 21-ci fəsilin 1-ci bəndində də oxuyuruq ki, onlardan ayrılıb dənizə çıxanda birbaşa Kosa getdik. Səhəri gün isə Rodosa, oradan da Pataraya keçdik. Итак, Кос и Родос — это такие маленькие острова, а Патара — это уже город на суше. Kosdan Rodos balaca adalardır, amma Patara artıq yəni sahildir. А во втором стихе в Патарах они меняют корабль, и они плывут дальше. Və Patarada onlar artıq qayıqlarını dəyişdilər və sonra getdilər. В третьем стихе они доплывают до Тира уже на новом корабле, и для того, чтобы оставить там груз, они останавливаются в Тире. Və 3-cü bənddə biz oxuyuruq ki, Kiprı görəndən sonra onlar artıq Sur şəhərinə sahilə çıxdılar və orada da qaldılar. В 4 стихе мы читаем, что в Тире они находят учеников. Və sonra biz görürük ki, 4-cü bəndə ki, şagirdləri gördülər həmən И şəhərdə. написано, что когда они нашлись, и учеников, они пребывают с ними 7 дней. Və sonra yazılıb ki, o şagirdlərlə birlikdə 7 gün keçirdilər. Мы можем спросить, что Павел делал, и те, кто были с ним, а с ним точно был Лука. Что Лука и Павел, возможно, еще кто-то делали 7 дней с учениками? Və biz sual soruşa bilərik ki, 7 gün onlar şagirdlərlə nə ilə məşğul idilər? Я уверен, что он очень много учил и проповедовал. Mən bilirəm ki, çoxlu təlim verirdi və vəz edirdi. Потому что именно это то, в чем нуждается каждая поместная церковь. Çünki hər bir yerli kilsənin buna ehtiyacı var. В назидании через Слово Божье или в назидании Словом Божьим. Rəbbin kəlamı vasitəsilə nəsihət almağa. Но здесь говорится очень интересная вещь, что когда они были там 7 дней, то во второй половине этого стиха 4 написано, они по внушению Духа, это ученики, находящиеся в Тире, говорили Павлу, чтобы он не ходил в Иерусалим. Amma 4-cü bəndin ikinci hissəsində çox maraqlı bir şey yazılıb ki, onlar Sur şəhərində olanda bəzi şagirdlər ruhun təsiri ilə Paula xəbərdarlıq elədilər ki, Yerusalimə getməsin. Здесь мы не видим, чтобы Лука описал, как Павел отреагировал на это. Və biz burada oxumuruq ki, Luka detallı şəkildə yazır ki, Pavelin buna münasibəti nə oldu. Но учитывая отрывки, с которыми мы еще встретимся, я уверен, что Павел говорил, не беспокойтесь, Бог ведет меня, чтобы я пошел в Иерусалим. Amma bundan sonraki bəndləri nəzərə alsaq, biz anlayırıq ki, Pavel çox güman ki, onlara deyir ki, narahat olmayın, məni Tanrı istiqamətləndirib Но ora. обратите внимание на эти слова. Они говорили Павлу по внушению Духа, чтобы он не ходил в Amma Иерусалим. bu sözlərə diqqət edin ki, onlar ruhun təsiri ilə Pavela xəbərdarlıq edirdilər ki, getmə. Теперь в 5 стихе, здесь говорится, они вышли оттуда, и церковь в Тире, она пошла вместе с ним, все пошли провожать его прямо до берега. 5-ci bənddə biz görürük ki, onlar çıxdılar və Surdakı kilsə hamısı birlikdə başladı Paveli yola salmağa.
Вы помните, когда Павел в 20 главе встречается с ефесскими старейшинами, что происходит в самом конце? Yadınızdadır da 20-ci bənddə Efes ağsaqqalları ilə Pavl görüşəndə nə baş verir sonunda? Там написано в 36 стихе, что в самом конце речи Павла они преклонили колени, в 20 главе 36 стихе, и со всеми ими помолились. Bəli, 36-cı bəndə yazılıb ki, Pavl bu sözləri söyləyəndən sonra diz çöküb onlarla birlikdə dua etdi, yəni ağsaqqallarla birlikdə. И здесь говорится в 37 стихе, они плакали, очень сильно плакали. Və hətta yazılıb 37-ci bənddə ki, ağlayaraq Pavlun boynuna Они sarıldılar целовали его. və onu öpdülər. И в 38 стихе они провожали его тоже до корабля. Və 38-ci bəndə yazılıb ki, onu da yola salırdılar Efes ağsaqqalları. Теперь, возвращаясь к 21 главе, нашему стиху, 5 стиху, здесь они провожали его до корабля, и в конце они помолились. Və 21-ci fəslin 5-ci bəndinə qaydanda biz görürük ki, onu yola saldılar və dua И edirdilər. здесь говорится, пошли не только мужчины, но также женщины и дети, они пошли. И потом в самом конце написано, они склонились на колени, они стали молиться. Və həm də uşaqlar da getdilər və sonunda da hamısı diz çöküb dua elədilər. Я хотел бы обратить ваше внимание на вот это, что означает, кстати говоря, склонить колени. Yəni diz çökmək nə anlamına gəlir? Bu məsələyə toxunmaq istəyərdim. Одна из вещей, что означает склонение колен, это то, что я по вере подчиняю свою волю, воле Господа. Diz çökməyin anlayışından biri odur ki, yəni mən öz imanla öz iradəmi Tanrının iradəsinə verirəm. То есть я смиряюсь. Yəni özümü aşağı tuturam. И вторая вещь, это то, что я по вере принимаю Его волю для себя. İkinci məqam da imanla onun iradəsini qəbul eləyirəm. И, возможно, в том, что они это сделали, было то, что мы отпускаем тебя, Павел, то, как Бог ведет тебя. Və ola bilər ki, bunun mənası da budur ki, yəni demək istədilər Pavla ki, səni buraxırıq. Tanrı səni buraxır. Дальше написано в 6 стихе, Павел, Лука и, возможно, еще другие соратники Павла, они сели на корабль, а верующие возвратились к себе. Və 6-cı bəndə yazılıb ki, Luka və Pavel gəmiyə mindilər, başqaları isə evinə qayıtdılar. В 7 стихе они приплывают из Тира в Птолемаиду, там тоже есть церковь, и они с теми верующими проводят только один день. 7-ci bənddə Surdan Ptolemaysa gəldilər və orada da kilsə var idi və onlarla sadəcə bir gün bacı-qardaşlarla vaxt keçirdilər. И потом на следующий день, в 8 стихе, написано, что они выходят из Птолемаиды и приходят в Кесарию. Və 8-ci bəndə yazılıb ki, onlar Ptolemaiyadan getdilər, Qeysariyaya çatdılar. Теперь Кесария — это уже недалеко, это уже как бы территория Израиля, и им совсем недолго осталось пройти до Иерусалима. Və Qeysariya artıq İsrailin ərazisi olduğuna görə Yerusəlimə çox az qalmışdı. Но в Кесарии, здесь написано, они находят Филиппа и заходят к нему домой. Здесь написано, давайте прочтем 8 стих. «На другой день Павел и мы, бывшие с ним, выйдя, пришли в Кесарию, и, войдя в дом Филиппа, благовестника, одного из 7 диаконов, остались у него». Və 8-ci bəndi gəlin oxuyaq. Ertəsi gün onlardan ayrılıb Qeysariyaya gəldik. 7 köməkçidən biri olan müjdəçi Filipin evinə gedib oradan qaldıq. Теперь мы встречались с Филиппом в 8 главе. 8-ci fəsildə biz artıq Filiplə tanışıq. Помните, это один из диаконов церкви в Иерусалиме. Yerusəlim kilsəsinin diakonlarından biri. И что Бог сделал через Филиппа в 8 главе книги Деяний? Və 8-ci fəsildə nə elədi Rəbb Filip vasitəsilə? Во-первых, Филипп принес Евангелие самарянам. İlk növbədə Filip Samariyalılara müjdəni gətirdi. И во-вторых, İkincisi də Бог использовал Филиппа, чтобы благовествовать евнуху Эфиоплянину. Помните эту историю? Yəni Efiopiyadan olan bir hərəm ağasına vəz eləməkdə istifadə elədi Rəbb. И 8 глава заканчивается тем, что после разговора Филиппа с этим евнухом Эфиоплянином, Филипп оказывается в городе Азот. Və 8-ci fəsildə biz anlayırıq ki, o Efiopiyalı oğlanla ünsiyyətdən sonra o Azot şəhərinə gedir. И потом с Азота он идет на север, в сторону Кесарии. Və Azotdan da şimala gedir, Keysariyaya tərəf. С юга идет на север. Это все прибрежные города
он благовествует в этих городах. Və o cənubdan şimala gedəndə orada çoxlu şəhərlər var və onların hamısında müjdəni yayır. И когда он доходит до Кесарии, он решает остаться там. Və Qeysəriyyəyə çatanda o qərar alır ki, orada qalsın. Итак, мы видим, что хотя он диакон, и он как бы имеет свои обязанности в своей церкви в Иерусалиме, тем не менее, его первая обязанность – это благовествование. Və biz görürük ki, o diakon, Yerusəlim kilsəsinin diakonu olsa da, onun o kilsə çərçivəsində öz xidmətləri, öhdəlikləri olsa da, onun birinci öhdəliyi müjdəni yaymaqdır. Поэтому здесь он назван Филипп благовестник. Ona Не görə də Филипп диакон, а Филипп Filip, благовестник. burada Filip diakon yox, Filip müjdəçi adlandırılır o. Теперь у нас может быть много обязанностей в церкви, но важно понимать тот самый первый призыв, который у Бога есть для нас. Və bizim kilsə çərçivəsində xidmətlərimiz ola bilər, amma biz anlamalıyıq ki, bizim əsas xidmətimiz nədir? Апостол Павел останавливается у него в доме. Yazılıb ki, Həvari Pavel onun evində qalır. И здесь говорится в 9 стихе, что у него есть 4 дочери, девицы пророчествующие. Və 9-cu bəndə yazılıb ki, onun qızları var idi və onlar peyğəmbərlik eləyirdilər. И здесь говорится, что означает пророчествующие. Это означает, у них были особые дары, чтобы проповедовать, чтобы пророчествовать. Və peyğəmbərlik eləmək nə deməkdir? Onlarda xüsusi ənamlar var idi ki, vəz eləsinlər və peyğəmbərlik eləsinlər. Или же важнее, правильнее сказать, именно пророчествовать, чем проповедовать. Və düzgün desək, peyğəmbərlik eləmək, onların ənamları bu idi. Теперь можем сказать, как такое может быть? Və deyə bilərik ki, necə ola bilər bu? Это самое начало церкви. Bu kilsənin ən başlanğıcıdır. И давайте помнить всегда Ефесянам 2 главу 20 стих, Efeslər 2-ci fəsil 20-ci bəndi gəlin yadımıza salaq. что краюгольным камнем церкви является Господь Иисус Христос. Yəni güşə daşı, kilsənin güşə daşı İsa Məsihdir. И потом есть фундамент оснований, и это апостолы и пророки. Sonra da təməl var və o təməl də həvarilər və peyğəmbərlərdir. Они были в самом основании, и книга Деяний — это мы изучаем основание церкви, это времена апостолов и новозаветных пророков. Bəli, biz oxuyuruq ki, həvarilər və peyğəmbərlər var idi və bu da kilsənin əvvəli olduğuna görə onlar mövcud idi. И далее у нас и там написано, на котором, на этом основании строится все здание, и это мы с вами. Və sonra da oxuyuruq ki, o təməldə artıq kilsə, bütün bina tikilir və o da bizik. Это уже время после апостольское. Bu artıq həvarilərdən sonraki vaxtdır. Итак, но у них были вот эти дары. Amma onlarda bu ənamlar var idi. И, возможно, когда Павел оставался там, здесь написано в 10 стихе, что мы пробыли многие дни у Филиппа. Və artıq o Pavel orada qalanda biz oxuyuruq ki, biz çox gün qaldıq. Потому что до этого он шел из одного города в другой, из одного города в другой, из одного города в другой, чтобы дойти до Иерусалима. Çünki ondan əvvəl bir şəhərdən başqasına, bir şəhərdən başqasına, bir şəhərdən başqasına gedirdi. Yerusəlimə çatana Но qədər. здесь как будто он останавливается в Кесарии. Amma burada hələ bir ki Qeysəriyədə И dayanır. вдруг 4 девочки в доме у Филиппа, и они пророчествуют. Amma birdən-birə 3 dənə qız var Filipin evində və onlar peyğəmbərlik eləyirlər. И что они пророчествуют ему? Və nə haqda peyğəmbərlik eləyirlər? Я думаю, то же самое, что ему уже говорили, что тебя ждут страдания. Ona deyirlər, yəqin ki, bunu ondan əvvəl də demişlər, amma yenə də deyirlər ki, səni orada əzablar gözləyir. В следующем стихе здесь говорится, когда мы пребывали уже многие дни, пришел из Иудеи некто пророк именем Агав. Və ona görə burada 10-cu bənddə biz oxuyuruq ki, oraya çatanda bir neçə gündən sonra Yahudiyadan Aqab adlı bir peyğəmbər gəldi. Теперь с этим пророком мы встречались раньше в Деяниях 11 главе. Həvvarilər 11-ci fəsildə biz artıq Aqabla tanışıq. И роль пророков в ранней Новой Церкви — это не та же самая роль, что было в Ветхом Завете пророки. Və Пророков. kilsənin başlanğıcda olan kilsənin peyğəmbərlərinin funksiyası köhnə əhdəki peyğəmbərlərin funksiyasından biraz fərqlidir. Но роль пророков в ранней церкви заключалась в том, чтобы предупредить, чтобы сказать заранее нечто то, что касается церкви. O peyğəmbərlərin funksiyası kilsəyə aid olan məlumatları verməkdir. Yəni kilsəyə xəbərdarlıq eləməkdir və У них было особое развлечение, которое касалось событий, касающихся церкви.
Və onlarda xüsusi ənlam var idi ki, ayırt edə bilirdilər nə hadisələrə baş verəcək, Rəbdən eşidirdilər. И когда он заходит, в 11 стихе написано, он берет пояс Павла, он связывает себе руки и ноги, он говорит, так говорит Дух Святой, мужа, чей этот пояс так свяжут в Иерусалиме иудеи и предадут в руки язычников. Və o Aqab adlı peyğəmbər yaxınlaşıb Paulun qurşağını götürüb öz əlləri və ayaqlarını bağlayaraq dedi. Теперь, Müqəddəs ruh belə deyir, Yahudilər bu qurşağın sahibini Yerusəlimdə belə bağlayıb başqa millətlərə təslim edəcəklər. говорил ли здесь Святой Дух о том, что не иди в Иерусалим? İndi sual var ki, Müqəddəs ruh burada deyirdimi ki, getmə Yerusəlimə? Нет, Yox, demirdi. он просто предупреждал его. O sadəcə xəbərdarlıq eləyirdi. Так же было и в других местах. Və başqa yerlərdə də var idi bu. Кроме, может быть, одного стиха, это 4 стиха, 4-cü bənddən başqa. где написано, что там верующие по внушению Духу говорили Павлу, чтобы он не ходил в Иерусалим. Yəni 4-cü bənddə artıq yazılıb ki, ruhun təsiri ilə Pavla xəbərdarlıq edirlər ki, Yerusəlimə getməsin. Итак, кем же ведом тогда апостол Павел? Его Святой Дух ведет, или же все-таки Святой Дух говорит ему не ходить в Иерусалим, как İndi sual написано в yaranır 4 ki, стихе? Müqəddəs ruh onu aparırdı Yerusəlimə, istəyirdi o getsin, yoxsa istəmirdi o getsin. И я думаю, что суть 4 стиха заключается в том, как верующие интерпретировали то, что Святой Дух говорил, что ждет Павла в Иерусалиме. Mən düşünürəm ki, 4-cü bəndin mahiyyəti ondan ibarətdir ki, yəni imanlılar necə təsvir edirdilər Müqəddəs ruhun bu sözünü? Yəni onlar necə anlayırdılar və eləcə çatdırırdılar sözü. На самом деле, Святой Дух говорил ему, Павел, тебя ждет вот это, Павел, тебя ждет вот это в Иерусалиме, Павел, тебя ждет вот это в Иерусалиме. Əslində isə Müqəddəs ruh deyirdi, Pavel səni bu gözləyir, Pavel bax səni bu gözləyir. O məlumat verirdi ona, nə onu gözləyir. Но здесь, как вот, например, в случае с Агавом, Агав не говорит ему, не ходи туда. Amma Aqabın, məsələn, Aqab peyğəmbərin biz görürük ki, o demir Pavela ki, getmə. И вы знаете, некоторые теологи, они говорят, Павлу надо было послушаться церкви, и тогда бы у него не произошло то, что с ним произошло, все эти проблемы. Və bəzi teoloqlar deyirlər ki, Pavel gərək qulaq asardı kilsəyə, onda onun başına bütün bu problemlər Yerusəlimdə gəlməzdilər. Но на самом деле Бог вел его в Иерусалим, и даже далее. Amma əslində Rəbb onu aparırdı Yerusəlimə və ondan sonra da. Помните, мы говорили на одном из наших последних занятий, Господь хотел, и мы встретимся с этим стихом, что Павел проповедовал даже еще и в Риме. Yadınızdadır, biz sonra görəcəyik ki, Pavel, Rəbb istəyirdi ki, Pavel hətta Romada da vəz eləsin. Вы знаете, с кем мы можем сравнить Павла? С Елисеем, который шел за Ильей. Bilirsiniz, Paveli kimlə müqayisə eləyə bilərik? Elişa ilə ki, o İlyasın necə ardınca gedirdi. Когда Илья говорил ему, постой здесь, будь здесь. Когда они приходили в новый город, Илья ему говорил, дальше не иди, будь здесь. Necə İlyas Elişaya deyirdi yeni şəhərə gedəndə ki, burada qal, getmə. И что ему говорил Елисей? Elişaya ona nə deyirdi? Он говорил, я не оставлю тебя. O deyirdi, səni tək qoymaram. И вы знаете, когда Бог нас предупреждает, это не означает, что не делай этого. Və bilirsiniz, Rəbb bizə xəbərdarlıq edəndə bu anlama gəlmir ki, bunu etmə. Когда Господь здесь говорил через Святого Духа, что Павла ждет в Иерусалиме, это не означало, что не ходи туда. Rəbb burada deyəndə Paveli nə gözləyir Yerusəlimdə? O demək istəmir ki, getmə Yerusəlimə. Но на самом деле это было в каком-то смысле испытание любви Павла к Господу. Hətta elə demək olar ki, bu Pavelin Rəbbə olan sevgisinin sınağı idi. Но интересно, что когда церковь услышала в 12 стихе, что сказал Агав, здесь написано, что они просили, чтобы он не ходил в Иерусалим. Və maraqlıdır ki, kilsə Aqabın sözlərini eşidəndə xahiş elədilər Paveldən ki, getmə Yerusəlimə. Итак, они отговаривают его послушаться Бога. Çalışırlar ki, o yəni getməsin, Tanrıya qulaq asmasın. Но в 13 стихе, давайте прочтем, но Павел в ответ сказал, что вы делаете, что плачете и сокрушаете сердце мое? Я не только хочу быть узником, но готов умереть в Иерусалиме за имя Господа Иисуса. Amma Pavel 13-cü bəndə elə dedi, nə olub, niyə ağrayıb ürəyimi sızladırsınız? Mən Rəbb İsa'nın adı uğrunda
Yerusəlimə təkcə ayağımın bağlanmasına deyil, ölümə də hazıram. И так написано, они не могли в 14 стихе его отговорить, и потом успокоились и сказали, да будет воля Господня. Və o 14-cü bənddə Pavlı razı sala bilmədikdə, qoy Rəbbin iradəsi olsun deyərək sustular. Теперь в 15 стихе, через несколько дней после этого, вот, то есть он еще остался на некоторое время в Кесарии у Филиппа, они, здесь говорится, приготовившись, пошли в Иерусалим. Мы pошли в Иерусалим. 15-ci bənddə biz oxuyuruq ki, bir müddət keçəndən sonra, yəni bu anlama gəlir ki, biraz da orada qaldılar. Hazırlıq görüb Yerusəlimə tərəf В getdilər. 16 стихе некоторые ученики из Кесарии, где был Филипп, они пошли с ними, и они пришли к древнему ученику Мнасону Кипрянину. Və 16-cı bənddə oxuyuruq ki, Qeysəriyədə yaşayan şagirdlərin bəzisi də bizimlə gəldi. Onlar bizi ilk şagirdlərdən biri olan Kiprli Minasonun evinə apardılar. Теперь здесь говорится, обратите внимание, некоторые ученики из Кесарии, то есть в Кесарии были еще ученики, была, видимо, церковь. Yəni burada nəzərə alın ki, bəzi şagirdlər yazılıb. Yəni Qeysəriyədə görürük ki, kilsə var idi, şagirdlər var idi. Теперь, кто такой Мнасон Кипрянин, мы точно не знаем, но здесь написано древний ученик, или же давний, или старый ученик. Yəni Kiprli Minason ümumiyyətlə kim olub biz bilmirik, amma qədim bir şagird olub То есть yazılıb. он давно был учеником, и они остановились у него дома. Və çoxdan olub şagird, yəni onun evində qaldılar onlar. Теперь, когда они в 17 стихе прибывают в Иерусалим, их очень радушно принимает церковь, принимают братья. 17-ci bənddə onlar Yerusəlimə çatanda imanlı bacı qardaşlar sevinclə onları И qarşıladılar. проходит еще один день в 18 стихе, и вот только на следующий день они идут и видятся с руководством Иерусалимской церкви, и это Иаков, это брат Иисуса Христа, кровный брат. Ertəsi gün Pavla birlikdə Yaqubu görməyə getdilər və cəmiyyətin ağsaqqallarının hamısı oraya yığışmışdı. Теперь здесь говорится, они и кроме того, что там Иаков, пришли также и все пресвитеры. Və Yaqubdan başqa orada yazılıb ki, başqa da xidmətçilər gəldilər. Пресвитеры. Ақсақаллар, Да. И в 19 стихе написано, когда Павел, он поприветствовал их, он решил рассказать им все то, и причем здесь написано слово подробно, что сотворил Бог у язычников через его служение. Və 19-cu bənddə Paul yazıb ki, onlarla əlaqə saxlayandan sonra bütün hər nəyi girəb eləmişdi. Başqa millətlərin arasında onun vasitəsilə Paul onlara danışdı. Что он рассказывал? Он рассказывал свидетельство. O nəyi danışırdı? Şəhadətləri danışırdı. Теперь, но он туда пришел не только, чтобы послужить церкви Иерусалимской свидетельствами и словом. O ora təkcə xidmət eləməyə, Yerusəlim kilsəsinə öz şəhadətləri ilə və sözlə xidmət eləməyə getməmişdi. Но в 24 главе 17 стихе, Amma 24-cü fəsildə 17-ci bənddə в 24:17 написано, что он в этот раз принес финансовую помощь, собранную от различных церквей у язычников для церкви в Иерусалиме. o başqa millətlərin kilsələrindən maliyyə yardımı götürüb Yerusəlim kilsəsinə apardı. Теперь, как вы думаете, что должно произойти у тех, кто слышит эти свидетельства? Я думаю, они должны невероятно радоваться, правильно? Nə düşünürsüz? Kim ki bu şəhadətlər haqqında eşidəndə necə reaksiya verməli idilər? Əslində mən düşünürəm çox sevinməli idilər. И здесь так и произошло в начале. Əslində elə də baş verdi əvvəllər. Они, выслушав, прославили Бога. Onlar qulaq asıb Rəbbə izzət elədilər. А что потом? Amma sonra nə baş verir? А потом происходит нечто то, что описывает, где находились в своей вере верующие в Иерусалимской церкви. Amma sonra baş verir elə bir şey ki, göstərir ki, Yerusəlim kilsəsi ruhani vəziyyətləri necə idi? В чем они жили? Necə yaşayırdı И o? здесь говорится в конце 20 стиха, ему сказали, видишь, брат, сколько тысяч уверовавших иудеев, и все они ревнители закона. Yazılıb ki, görürsəm, ona Pavla deyirlər, görürsənmi qardaş, Yahudilər arasında 10 minlərlə imanlı var və hamısı qanunun qeyrətini И çəkir. начиная с 20 по 25 стих нам открывается картина того, что верующие евреи в Иерусалимской церкви, они соблюдали закон. Və 20-dən 25-ci bəndə qədər bizə bir mənzərə açılır ki, Yahudilərdən imanlılar
qanuna hələ də riayət edirdilər. И они не только соблюдали закон, они также соблюдали и обряды, относящиеся к закону Моисееву. Sadəcə qanunun özünü yox, hətta qanuna aid olan adət-ənənələri də riayət edirdilər onlar. Павлу сказали, что от тебе есть определенные негативные слухи. Və Pavel dedilər ki, sənin haqqında müəyyən mənfi şayələr gəzir. Здесь говорится, ты учишь в 21 стихе говорят, что ты учишь отступлению от Моисея, говорят, чтобы они не обрезывали своих детей и не поступали по обычаям. Və 21-ci bəddə yazıb ki, ona dedilər ki, sən yəni öyrədirsən başqa millətlərdə yaşayan yəhudilər ki, sünnət eləməsinlər, adət-ənənələri Musanın qanununa artıq riayət eləməsinlər. И когда народ услышит, что ты здесь, они придут. Və millət eşidəndə ki, sən burdasan, onlar hamısı bura gələcək. Поэтому давай вот что сделай в 23 стихе. У нас есть 4 человека, которые решили дать обет. Və ona dedilər 23-cü bənddə ki, bizə 3 nəfər var ki, Allahın qarşısında əhd eləyiblər. И причем у нас эти люди. Və bizdədirlər o adamlar. Получается, верующие в Иерусалимской церкви в Иисуса Христа соблюдали Моисеевы традиции, относящиеся к закону Моисееву. Ya belə çıxır ki, Yerusalim kilsəsində, yəni İsa Məsihə iman edən Yerusalim kilsəsinin adamları hələ də Musanın qanununa riayət Мы edirdilər. можем сказать, как такое может быть? Və biz sual verə bilərik, necə baş verib bu? Necə ola bilər bu? Но мы видим, это было так. Biz görürük ki, belə də olurdu. И не только это, Sadəcə bu yox. но также приносилась и жертва. Hətta qurban da gətirirdilər. Неужели? Yəni necə ola bilər bu? Да, это так. Bəli. И, возможно, причина этому заключается в том, что они делали это, чтобы не быть, может быть, одна из причин, это делать это, чтобы не быть камнем преткновения для тех иудеев, рядом с которыми они жили и кому они служили. Və ola bilər ki, ona görə edirdilər ki, başqa yəhudilər üçün ki, onlar hələ imanlı deyildilər. Onlar üçün yəni bir məhdudiyyət yaratmasınlar. Onlar üçün yəni onların da imana gəlməsinə yol açsınlar. Но, может быть, кто-то был из них, я не знаю, конечно, какой процент, мы не знаем, кто не понимал полностью Евангелие благодати и верил, что этим он угождает Богу, этими жертвами. Amma ola bilər ki, onların arasında elə adamlar da var idi ki, hələ lütf müjdəsini tam anlamırdılar və düşünürlər ki, bunu etməklə, yəni qanunu və qurbanları gətirməklə onlar Tanrını razı salırlar. Теперь, что на это скажет Павел? Və Pavel buna nə deyəcək? Мы видим, он молчит. Biz görürük ki, o susub. Он там, чтобы любить. O orada sevməyə Он gəlir. пришел туда не спорить. O münaqişə eləməyə Он gəlmir. пришел, помните, найти общие точки соприкосновения. O yəni oxşar bir şey tapmağa И я gəlir. уверен, что в его сердце есть надежда, что, может быть, я смогу им послужить. Və düşünürəm ki, onun ürəyində ümid var idi ki, bəlkə onlara xidmət eləyə Может быть, biləcəm. получится, они примут. Bəlkə də qəbul И eləyərlər. вот почему в 26 стихе он делает для нас как будто очень странную вещь. Ona görə də 26-cı bənddə bizə görə ola bilər çox qəribə bir şey eləyir. Здесь написано, Павел взял тех мужей, очистившись с ними, в следующий день вошел в храм, объявил окончание дней очищения, когда должно быть принесено за каждого из них приношение. Bundan sonra Pavel 4 kişini yanına alıb ertəsi gün onlarla bərabər özünü pak etdi. Sonra məbədə girərək paklanma dövrünü nə vaxt qurtaracağını, hər birinin adına nə vaxt qurban təqdim edəcəyini elan etdi. Итак, он заплатил за жертвоприношение животного. O heyvanların qurban gətirməsinə, yəni ödədi, pul ödədi. Павел, разве ты не веришь в Евангелие благодати? Pavel bəyəm, əgər sən lütf müjdəsinə inanmırsan, Да, верю. inanıram. Я не хочу быть для них камнем преткновения. Amma mən onlar üçün məhdudiyyət olmaq istəmirəm. И в 24 стихе, возвращаясь на пару стихов назад, написано, что он также должен был полностью побрить себе голову. Və biz sonra Это oxuyuruq была часть обета. 27-də ki, o başını tam qıxmalı idi. Теперь, когда они все это сделали, Və onlar bunu edəndən sonra они приходят в храм onlar məbədə gəlirlər. совершать это очищение. И вдруг в храме его увидели совсем посторонние, здесь написано, ассийские иудеи в 26-27 стихе. Və artıq məbədə gələndə onu Yahudilər, başqa Yahudilər artıq imanı olmayan Yahudilər gördülər.
Asiyadan gələn. И у них был шок, потому что они были против него. Они видели в нем врага всего их закона и всего их уклада жизни. Və onlar ona tam qarşıydılar. Onlar onda düşmən gördülər. Öz qanunlarının və onların həyat tərzlərinin tam düşməni. И написано, они возмутили весь народ против него. В конце 27 стиха. Və 27-ci bəndin sonunda gördüm ki, izdihamı təşvişə salaraq onu yaxaladılar. И в 28 стихе они выдвинули против Павла 4 обвинения. Və 28-ci bənddə ona qarşı 4 ittiham irəli Они sürdülər. сказали, он учит против нашего народа везде. Birinci, dedilər ki, bizim millətə qarşı hər yerdə Он öyrədir. учит против закона. Qanuna qarşı hər yerdə Он öyrədir. учит против этого места. Bu məbədə qarşı öyrədir. И он вообще ввел в это святое место язычника, Hətta сюда привел. imansızları, qeyri-yahudiləri də gətirdi bu müqəddəs məbədə. В 29 стихе они видели, здесь говорится, до этого Трофима Ефесянина и думали, что Павел его привел в храм, вовнутрь храма. 29-cu bənddə Trofimi gördülər və düşündülər ki, onu da daxil edib məbədə. Итак, ложные обвинения были против него. Yəni ona серьезные. qarşı yanlış ittihamlar var idi. И народ приходит в движение, его хватают, закрывают двери храма в 30 стихе. Və millət hamısı təşvişə düşdü və onu yaxaladılar. Теперь об этом слышит тысяченачальник в 31 стихе. Və 31-ci bənddə bunun minbaşı bu haqda eşidir. Теперь, забегая вперед, его звали Клавдий Лисий. Və onun adı Klavdi Lisi idi. Мы встретимся и с ним в последующих главах. Лисий, Bundan тысяченачальник. sonraki bəndlərdə biz onunla da görüşəcəyik. Теперь он был комендантом, приставленным к этому месту в Иерусалиме. O yerə qoyulan bir nəzarətçi idi, komendant idi. Теперь они были ответственны, чтобы соблюдать порядок в Иерусалиме, особенно на праздники. Və onlar xüsusən də bayram günləri Yerusəlimdəki nizamı saxlamalı idilər. И теперь он берет быстро воинов в 32 стихе, и он устремляется на эту толпу, потому что там уже огромная толпа. Və 32-ci bənddə minbaşı dərhal yüzbaşılarla əskərləri özü ilə götürərək O, izdiham И у olan yerə него qaçdı. есть власть пресечь любое неповиновение. Və onun səlahiyyəti var ki, itaatsizliyə qarşı И в addım atsın. И в этот момент Павла сильно бьют. Və həmin an Paveli çox güclü şəkildə döyürdülər. Но когда увидели, что тысяченачальник с воинами идет, они оставили Павла. Amma minbaşının ordu əskərlərlə gəldiyini görəndə onlar Paveli buraxdılar. Мы видим, что все это время Павел молчит. Və biz görürük ki, bütün bu vaxtı Pavel susurdu. И вы знаете, я думаю, одна из причин, потому что он любит свой народ, он там, чтобы любить их. Və düşünürəm ki, səbəb o idi ki, o öz xalqını sevir. Onun orada olmasının səbəbi o idi я ki, o думаю, xalqını sevir. Я думаю, что когда его бьют, он думает, как бы я хотел, чтобы они увидели свет Евангелия. Və düşünürəm ki, onu döyən zaman o istəyirdi ki, kaş ki, hər nə verərdim Как ki, бы onlar я хотел, görsünlər, чтобы познали müjdəni Христа. görsünlər, İsa Məsihi tanısınlar. Теперь и Лисий сковывает Павла, Və Lisi Paveli yaxalayır. и он спрашивает у людей, кто он и что он сделал. O insanlardan soruşur ki, bu adam kimdir, nə eləyib? А все кричат, он ничего не может понять. Və onlar hamısı qışqırırdılar, o da heç nə anlaya И bilmirdi. он приказывает, чтобы Павла увели в крепость. Və o əmr edir ki, Paveli qalaya tərəf Это в aparsınlar. конце 34 стиха. 34-cü fəslin sonundadır bu. И теперь эта крепость, это Антониева крепость. Bu Antoni adlı bir Антония, qaladır. ага. И когда там очень много толпы в 35 стихе, 35-ci bənddə böyük izdiham var idi. когда толпа теснит, Yəni izdiham onları sıxışdırırdı. воины несут Павла по лестнице. Это лестница, которая связывала храм с этой крепостью. Его хотят отнести в крепость от толпы. Əskərlər onu aparanda onu istəyirdilər ki, qırağa çəksinlər, qalaya tərəf Но aparsınlar. народ кричит: смерть ему, смерть ему. Amma izdiham qışqırırdı ki, öldürün onu, öldürün onu. И с 37 по 39 стих Павел обращается к тысяченачальнику. Və 37-dən 38-ə qədər o minbaşıya müraciət eləyir. И на греческом языке. O Yunan dilində müraciət И eləyir. тысяченачальник говорит: ты знаешь греческий? Лисий говорит: ты знаешь Və греческий? minbaşı ona deyir ki, sən Yunan dilini bilirsən. Да, и он говорит: я думал, что ты этот египтянин. Və mən düşündüm ki, sən həmən Misirlisən.
Теперь этот египтянин, о котором здесь написано, это тот, который произвел восстание в Иерусалиме за несколько лет до этого, за 3 года до этого момента. Bu hansı Misirlidən söhbət gedir? O həmin Misirli ki, Yeruşalimdə bir şey qaldırmışdı, üsyan qaldırmışdı 3 il bundan əvvəl. Когда он обольстил несколько тысяч, где-то 4000 человек, и сказал, что он своими чарами разрушит стену Иерусалима. O demişdi ki, o Yeruşalimin divarlarını məhv eləyəcək öz tilsimləri ilə. И они зайдут в Иерусалим, свергнут власть Yeruşalimə daxil olacaqlar, hakimiyyəti devirəcəklər и завоюют Иерусалим. və fəth edəcəklər Yeruşalimə. И придет Мессия, и установит царство Мессии. Və o Məsihin padşahlığını icra edəcək. Итак, этот Лисий думал, что это этот египтянин. Və Lisi düşünür ki, bu həmin Misirli budur. И Павел ему говорит: нет, я иудей в 39-м, сие тарсянин. Pavel ona deyir ki, yox mən Yahudiyəm, Tars И он говорит: şəhərindəyəm. можно я обращусь к своему народу? Deyir, olar ki, mən öz xalqıma müraciət И он edeyim. ему разрешает. Və Lisi də ona icazə verir. Хорошо, мы здесь Və burada останавливаемся. artıq dayanırıq. Давайте помолимся теперь. Gəlin indi dua eləyək. Отец наш Небесный, еще раз Тебя благодарим за книгу Деяний, за церковь, за историю церкви. Göylərdəki atamız, yenə də sənə minnətdarıq bu kitaba görə və kilsənin tarixinə görə, За жизнь Павла, Pavelin həyatına görə, за призывы, которые Ты раздал, как Сянин- Тебе удобно. payladığın çağırışlara görə. Благослови, Господи, когда мы сейчас пойдем, İndi gedəcəyimiz vaxt bizə xeyir dua ver. говори к нам, используй нас Bizə danış, bizdən istifadə elə. во имя Иисуса Христа. Аминь. İsa Məsihin adı ilə amin.